Bugünkü qısa izahımızda benzol haqqında danışacağım və imtahana ən çox təkrarlanan, çaşdıran hissələrdən abituriyentlərin izahını verəcəm. İlk öncə biz bilməliyik ki, benzol C6H6 formuluna malikdir, aromatik karbohidrogenlərdəndir. Kimyəvi formulu CnH2n-6 ümumi formuluna malikdir, lakin özünün formulu C6H6'dır. Bütün karbon atomları sp2 hibrid vəziyyətindədir. Bütün karbonlar ikilidir. Bromlu suyu rəngsizləşdirmir, amma bromla əvəz etmə reaksiyasına girir. Burada siz benzolun ümumi bir formulunu görürsünüz. Buradakı bütün karbon atomları sp2 hibrid vəziyyətindədir. Bütün karbon atomları birli, ikilidir və burada ortada pi rabitə yoxdur, amma 6 elektronlu pi sistemi var. Pi sistemi var, 6 elektronlu. Sonra polyar rabitələrin, yəni sigma rabitələrin sayı 6 ədəddir. Benzolda əsasən karbon-karbon arasındakı rabitələrin sayı elə karbonun sayı qədərdir. Qapalı quruluş olduğuna görə fikir versəz 6 ədəd karbon-karbon arasında sigma rabitə var. Sonra qeyri-polyar rabitələrin sayı 6 ədəddir. Qeyri-polyar rabitələr dedikdə əsasən nəyi nəzərdə tuturuq biz? Polyarlar qeyd edim ki, bunlar idi karbon hidrogenlər arasında olanlar 6 ədəddir, hidrogen sayı qədər. Qeyri-polyarlar isə karbon-karbon arasında olanlardır, onlar da 6 ədəddir. Sonra karbonun qeyri-hibrid orbitalları, yəni hibridləşməmiş orbitallar dedikdə, bütün karbonlar sp2, 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 sp2'dir. Və bütün karbonların hibrid sp3 vəziyyətə çatması üçün bir p orbitalı çatmadığına görə 6 ədəd hibridləşməmiş, yəni qeyri-hibrid p orbitalı var. Molekulunda hibridləşməmiş orbitalların cəmini soruşduqda isə 6 ədəd hidrogenlər də hibridləşməyib, 6 ədəd də p orbitalları hibridləşməyib. Cəmi 12 ədəd molekulunda hibridləşməmiş orbital var. Sonra deyirik ki, brom içərisində pi rabitə yoxdur. 6 elektronlu pi sistemi var. Bromlu suyu rəngsizləşdirmir. Amma homologları bromlu suyu rəngsizləşdirə bilir. Bromlu suyu rəngsizləşdirmir, oksidləşmir, yəni kalium permanganatla reaksiya daxil olmur. Biz benzolu necə əldə edə bilərik? Əsasən heksan və disikloheksanın dehidrogenləşməsindən ala bilərik. Sonra asetilenin aktiv kömür iştirakında trimerləşməsindən ala bilərik. Hansı ki asetilenin 3 mol oxun üzərində də karbon aktiv yazılarsa bilmək lazımdır ki, bu reaksiya asetilenin trimerləşməsidir və buradan benzol alınır. Sonra benzolun daxil olduğu bir sıra katalizatorların iştirakı ilə halogenlərlə reaksiyası var. Məsələn, burada benzol halqamızın xlor ilə reaksiyası var. Əgər bizim katalizatorumuz dəmir 3 katalizatoru olarsa, bu zaman benzolda bir hidrogen atomu xlorla əvəz olunur. Əvəz etmə reaksiyasıdır. Yox, mənim katalizatorum alüminium xloriddirsə, bu zaman 6 hidrogenin 6'sı da xlorla əvəz olunur. Burada da yenə əvəz etmə reaksiyası gedir. Əgər mənim katalizatorum günəş şüası H-nüdürsə, bu zaman birləşmə reaksiyası gedir. Alınan məhsullara baxaq. Dəmir xloriddə 1 xlor əvəz olduğuna görə xlor benzol. Alüminium xloriddə 6 xlorun hidrogenin 6'sı da xlorla əvəz olunduğuna görə heksaxlor benzol alınır. H-nüdə birləşmə reaksiyası olduğuna görə heksaxlor disikloheksana çevrilmiş olur. Biz dedik ki, benzol bromlu suyu rəngsizləşdirmir, lakin brom ilə əvəz etməyə girir. Hansı ki, brom ilə əvəz etmə reaksiyası da ferum xlor 3 və alüminium xlor 3 katalizator iştirakında necə var? Xlorda getdiyi kimi o şəkildə gedir. Gəlin bunlara aid düşə bilən qarşılaşdığımız suallara baxaq. Məsələn, deyək ki, hansı prosesdə benzolun pi sistemi qalır? Xlorla xlorlaşmasından xeyr, pi sistem qalmayacaq. Əksinə burada pi sistem qırılır, birləşmə reaksiyası gedir. Hidrogenləşmədə də qırılır. Lakin ferin bromid və H2SO4-ün iştirakında nitrollaşma reaksiyasında pi sistem qalır. Bu nitrollaşma reaksiyası nədir? Onu göstərməyə çalışıram. Nitrat turşusu ilə benzolun bir dənə
hidrogeni əvəz olunur və nitro birləşmələ nitrobenzola çevrilir. Burada benzol halqasının pi sistemi qaldığına görə biz burada 4-ü götürürük, bir də 2-ni götürürük. Fərqi yoxdur. Burada katalizatoru mən qeyd etmişəm ki, dəmir xlor 3-dür və yaxud da alüminium xlor 3-dür. Fərqi yoxdur. Burada dəmirin istənilən duzu ola bilər katalizator. İstir bromid duzu olsun, istir xlorid duzu olsun. Yenə əvəz etmə reaksiyası gedəcəkdir. Sonra hansı prosesdə benzol pi sisteminin qırılması baş verir? Işıqda birləşmədə, bir də hidrogenləşmədə. Sonra burada dəmir brom 3 reaksiyası üçün hansı ifadələr doğrudur? Biz bilirik ki, katalizator dəmir olduqda dəmirin duzu deməli bunu götürməyəcək. Karbon atomunun hibrid halı dəyişmir. Bəli, dəyişmir. Əvəz etmə reaksiyasıdır. Bəli, brom benzol alınır. Bəli. Heksa brom benzol alınır. Xeyr, cavab olacaq 2, 3 və 4 bu reaksiya üçün. Alüminium xlorid katalizator olduqda yenə əvəz etməlidir. Karbonun oksidaşma dərəcəsi dəyişir. Bəli, karbonun oksidaşma dərəcəsi mütləqdir ki, dəyişəcək. Heksa xlor benzol alınır. Doğrudur 2, 3. Karbon atomla hibrid halı dəyişir. Xeyr, hidrogen xlorid alınır. Bəli, burada da cavab 2, 3 və 5 olacaqdır. Burada izah eləməli olduğum bir hissə var. Hibrid vəziyyətlərlə danışmaq haqqında və yaxud da ki, oksidləşmə dərəcəsinin dəyişməsi ilə. Bunu benzolun üzərində buradan qeyd eləyək. Benzol halqamı çəkirəm. Bu şəkildədir. Burada karbon hidrogendir bu vəziyyət. Karbon hidrogen. Bir neçəsini çəksəm kifayətli, hamısını çəkməyimə ehtiyac yoxdur. Burada baxsaq, karbon atomları hamısı sp2 vəziyyətdədir. Elə deyil. Oksidləşmə dərəcəsini yazsam bu müsbət 1-dir. Burada mənfi 1 olacaqdır. Hamısında karbonun oksidləşmə dərəcəsi mənfi 1-dir. Əgər mən bunu, belə deyim də, xlor ilə əvəz eləməyə çalışsam bir hidrogenini, xlor ilə əvəz eləməyə çalışsam, bu zaman xlor mənfi 1 olduğu halda bu müsbət 1 olacaq. Deməli, əvəz etmə reaksiyalarında karbonun mütləq şəkildə oksidləşmə dərəcəsi dəyişəcəkdir. İstəyir xloru, belə deyək də, birini əvəz eləsin, istəyir bütün hidrogenlərini xlorla əvəz eləsin. Əgər H-nüdə birləşmə reaksiyası baş versə, bu zaman bu mənfi 1, bu müsbət 1, 0 oksidləşmə dərəcəsində olar və hibrid vəziyyəti də dəyişər. sp2-dən sp3 hibrid vəziyyətə gəlir.